إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله فإنها وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Davam edirik Səhih Fiqh-i Sünnə kitabının dəlilləri ilə, məzhəblərin açıqlamaları ilə və necə bilirsiniz, hələ də təharət fəslindəyik və əvvəlki dərs hansı ki toxunduq orada dəstəmazla bağlı məsələlər idi. Yəni, dəstəmazı hansı məsələlər, hansı amillər pozmasına səbəbdir və hansı pozmur, onlara toxunduq. Və bugün yeni fəslə toxunacağıq. O da dəstəmaz yalnız namaz üçün vacibdir, ondan qeyrisi üçün yox. Yəni, müəllif fəslin adını belə qoyub ki, vücubul vudu liəclis salə lə qeyr. Dəstəmaz ancaq namaz üçün vacibdir, qeyrisi üçün yox. Və deyir ki, namaz qılmaq istəyən dəstəmaz alması vacibdir. Əgər dəstəmazı pozulubsa, yəni kimin dəstəmazı yoxdursa, namaz qılmaq istəyirsə və fərq eləmir, bu namaz fərz namaz olsun və ya nafilə olsun və ya cənazə namazı olsun, deyir ki, müəllif ona dəstəmaz almaq nədir hökmü? Vacibdir. Nə üçün? Allah Teala buyurur ki, Ya eyyühəl-ləzīnə əmənu izə qumtum iləs-salati fəxsilu. Ey iman gətirənlər, namaza durduğunuz zaman yuyun əllərinizi, üzünüzü və s. Yəni, ayədə keçdiyi kimi. Müəllif deyir ki, bu ayəyə görə dəstəmaz almaq istəyənə, namaz qılmaq istəyənə dəstəmaz vacibdir, əgər dəstəmazı yoxdursa. Çünki həmçinin də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə yəqbəlullahu s-salə bi qeyri təhur. Bi qeyri təhurin. Allah Teala dəstəmazsız və ya təmiz olmadan namazı qəbul etməz. Yəni, kimin dəstəmazı yoxdursa, Allah Teala onun namazını qəbul etməz. Və sonra deyir ki, Və lə yəcibul vudu li qeyri s-salə. Namazdan qeyrisinə dəstəmaz vacib deyil. Və lə yəhrumu aləl muhdisi şeyun qeyrus-salə. Namazdan qeyri, yəni nə ibadət varsa, dəstəmazı pozulmuş kəsin onu etməsində bir qadağa yoxdur. Yəni, dəstəmazsız o ibadətləri yerinə yetirməsində bir qadağa yoxdur. Yəni, ancaq namaz üçün dəstəmaz almalıdır. Ona görə də bəzi məsələlərə toxunacaq. Hansılar ki, alimlər ixtilaf ediblər o məsələlərdə. Dəstəmaz olmalıdır, yoxsa yox. Ona görə deyir ki, وَاِنَّمَا يُسْتَحَبُّ عِنْدَ اُمُورِ تَأْتِي. Və gələn məsələlərdə dəstəmaz müstəhəbdir, vacib deyil. Deyir ki, gələn məsələlər hansı ki, zikr edəcək, namazdan qeyri nə varsa, ibadətlərdən, onlarda dəstəmaz nədir? Müəllifə görə hökmü müstəhəbdir. Və ən birinci alimlərin ixtilaf etdiyi məsələlərdən hansı ki, müəllif zikr edir, dəstəmazın vacib olub olmamasında, onda dəstəmazın şərt olub olmamasında alimlərin ixtilaf etdiyi məsələ Kəbəni tavaf etmək. Və deyir ki, وَأَمَّ التَّوَافُ بِالْكَعْبَ. Amma Kəbəni tavaf etmək, فَلَمْ نَقِفْ عَلَى دَلِيلٍ صَحِيهٍ صَرِيهٍ يُلْزِمُ الطَّائِفِينَ بِالْوُضُوء. Deyir ki, açıq, aydın, tavaf edənlərin dəstəmaz almasını vacib edən və ya ilzam edən açıq, aydın bir dəlillə rast gəlməmişəm.
Bu nə deməkdir? Yəni demək istəyir ki, tavafda dəstəmazın şərt olmasına və ya vacib olmasına açıq, aydın dəlil yoxdur. Və sonra deyir ki, çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında saysız, hesabsız insanlar, yəni müsəlmanlar, hansı ki, onların sayını Allah da ala bilir, nə qədər insan, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında yaşayıblar, tavaf ediblər, yəni Kəbəni ziyarət ediblər, tavaf ediblər. Heç birindən nəql olunmayıb ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlardan hansınasa Kəbəni tavaf edəndə dəstəmaz almağı əmr etsin. Baxmayaraq, ehtimal böyükdür ki, yəni bu qədər insanın olmağı, yəni ehtimal böyükdür ki, Kəbəni tavaf edənlərin, yəni dəstəmazının pozulma ehtimalı var və olub da. Və əgər nəql olmayıbsa, bu deməkdir ki, dəstəmazsız da tavaf edənlər olub. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin onlara və ya onlardan kiməsə dəstəmazı pozulduqda Kəbəni tavaf edəndə dəstəmaz almasını əmr etməsi haqda heç bir şey gəlməyib. Baxmayaraq, nə qədər izdiham olub, yəni Kəbə ətrafında, xüsusən də birinci Tavaf-ül Qudumda, yəni birinci Kəbəyə gəlişdə edilən tavafda, həmçinin ziyarət tavafında saysız, hesabsız insanlar olub. Heç birindən gəlməyib ki, və ya nəsə bir dəlil yoxdur ki, Peyğəmbər s.ə.v onlara tavaf etməyə əmr etsin. Və deyir ki, həmçinin alimlərdən də icma yoxdur. Alimlərdən icma yoxdur, hansı ki, mötəbər bir icma olsun ki, ona əməl olunsun. İcma yoxdur ki, onlar tavafda dəstəmazın vacibliyini vurğulasınlar. Nə üçün? Dəlil olmadığına görə və ya vacibliyinə dəlil olmadığına görə. Və bilirsiniz ki, məsələ ixtilafdır. Müəllif toxunur vacib görənlərin dəlillərinə də. Əksər alimlər, baxmayaraq müəllifin rəyi budur, əksər alimlər, yəni cümhur alimlər, o rəydədirlər ki, tavafda da dəstəmaz şərtdir, namaz kimi. Və müəllif toxunub onların gətirdiyi dəlillərdən birinə deyir ki, o alimlər ki, dəlil gətirib ki, tavafda dəstəmaz vacibdir, o dəlil İbn Abbasın hədisidir. Hansı ki, nəql olub bizə, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, evi tavaf etmək namaz kimidir. Evi tavaf etmək namaz kimidir. Yalnız Allah Teala onda danışmağa icazə verib. Və bu hədisin özünün səhihliyində, zəifliyində ixtilaf edilib. Necə ki, müəllif oraydadır ki, hədis səhih deyil. Müəllif oraydadır ki, hədis səhih deyil. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis müəllifə görə səhih deyil. Deyir ki, yalnız İbn Abbasdan nəql olan söz səhihdir. Yəni, demək istəyir ki, bu söz İbn Abbasın sözüdür. Yəni, mövqufdur. Yəni, İbn Abbasdan nəql olub ki, tavaf namaz kimidir, yalnız onda danışmağa icazə verilib. Və Şeyx Albani bu hədisi səhihləşdirib. Peyğəmbər sallallahu aleyhi və səlləmdən İrva-ül Qalildə və Şeyx Albani o alimlərdəndir ki, tavafda dəstəmazı nə görür? Şərt görür. Tavafda dəstəmazı vacib görür. Həm bu hədisə görə, həm də başqa hədis hansı ki, Ayşə radiyallahu anhədən gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm evi tavaf etmək istəyəndə dəstəmaz aldı. Evi tavaf etmək istəyəndə dəstəmaz aldı və deyirdi ki, məndən həccinizin əhkamlarını götürün. Və hədisi də İmam Muslim rəvayət edib. Həmçinin dəlillərdən hansılar ki, o alimlər ki, görür ki, dəstəmaz vacibdir, dəlillərindən Ayşə radiyallahu anhənin sözü. O vaxt ki, heyz olur, həccə çıxanda, Peyğəmbər s.ə.v nə deyir ona? Deyir ki, İfəli mə yəfəlül həcc. Həcc edən nə edir, sən də onu et. Qayrə ən lə tatufu bil beyti həttə tatur. Lakin təmizlənənə qədər Kəbəni tavaf etmə. Bu hədisi dəlil gətirib alimlər hansılar ki, deyirlər ki, namaz kimidir, tavaf və vacibdir dəstəmaz onda. Lakin o alimlər ki, yəni cümhur alimlər hansılar ki, görmür, bu hədisləri rədd ediblər. Daha doğrusu, bu hədislərlə
dəstəmazın tavafda vacib olmasını dəlil kimi görməyiblər və cavablandırıblar. Cavablandırıblar bu hədisi. Deyiblər ki, ən birincisi, Peyğəmbərdən sabit deyil birinci hədis. Ki, tavafda namaz kimidir? Peyğəmbərdən sabit deyil. Sabit olsa belə, tavafla namaz eyni deyil, ümumi götürəndə. Çünki namazda elə şeylər var, tavafda yoxdur. Tavafda elə şeylər var ki, namazda yoxdur. Heç də tavaf namazı hər cəhətdən oxşamır. Hər cəhətdən oxşamır. Çünki namaz nədir? Təkbirdən başlayıb, təslimdə qutarır və ortada bəzi əhkamlar var ki, hansı ki, tavafda yoxdur. Və tavaf nədir? 7 dəfə Kəbəni dövrə vurmaqdır. Orada nə ruku var, nə səcdə var. Ona görə də deyiblər ki, ən birinci bu hədis səhih deyil. Həmçinin deyiblər ki, ikinci hədis hansı ki, Ayşə radiyallahu anhədəndir. Hansında ki, deyilir ki, Peyğəmbər s.ə.v tavaf etmək üçün dəstəmaz aldı. O vacibliyə dəlalət eləmir. O vacibliyə dəlalət eləmir. Nəyə dəlalət edir? Müstəhəbliyə. Yaxşıdır ki, tavaf edən dəstəmazlı olsun. Deyiblər ki, yaxşıdır ki, tavaf edən dəstəmazlı olsun. Və üçüncü hədisə də deyiblər ki, Ayşə radiyallahu hədisinə, Ayşə radiyallahu anhə əslən həccə çıxanda Peyğəmbər s.ə.v ona deməsə ki, həcc edənin etdiyini tavaf etmə, o demək deyil ki, onun dəstəmazı yox idi deyə onu deyirdi, yox. Ayşə radiyallahu heyz idi, o səbəbdən. Heyz olan da məscidə daxil ola bilər, yox. Heyz olan məscidə daxil ola bilməz. Ona görə də müəllif Şeyxülislam İbn Teymiyyə gətirib sözünü, hansı ki, vacib görmür tavafda dəstəmazlı olmağı. Ümumən götürəndə cümhur alimlər şərt görür. Onlardan biri də Şeyx Albani, həmçinin Şeyx İbn Baz, rahiməhumullah. Lakin Şeyxülislam İbn Teymiyyə, eləcə də Əbu Muhammed İbn Həzm və bəzi alimlər, hansı ki, eləcə də Şeyx Hüseymin, rahiməhullah, onlar deyiblər ki, dəlil, açıq, aydın dəlil yoxdur tavafda dəstəmazlı olmağa. Ona görə Şeyxülislam İbn Teymiyyə edir ki, bu səbəbdən də tavafda dəstəmazın, yəni təharətin, paklığın şərt olması sübuta yetmədiyi üçün vacib deyil. Və bunda da şək yoxdur. Ən az nədir? Müstəhəb deyə bilərik tavafda dəstəmazı. Deyə bilərik ki, müstəhəb əməldir tavafda. Çünki şəri dəlillərin heç biri onun vacibliyinə işarə etməyib. Və şəriətdə heç bir dəlil gəlməyib ki, tavafda kiçik təharətə ehtiyac var. Və Şeyx İbn Hüseymin rahiməhullah alimlərin sözlərini nəql edəndən sonra, həmçinin cümhurun dəlillərini nəql edəndən sonra deyir ki, racih odur ki, yəni doğru olan odur ki, və nəfs də ona daha rahat olur ki, tavaf üçün təharət şərt deyil. Yəni dəstəmaz tavaf üçün şərt deyil. Lakin şək yoxdur ki, ən əfsəl əməllərdəndir. Kamil əməllərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilik olsun deyə, yəni dəstəmaz alıb tavafa girməyin sünnə olduğuna görə ən yaxşıdır ki, insan tavafda dəstəmazlı olsun. Və sonra deyir ki, baxmayaraq, yəni cümhurun rəyinə müxalif bir rəydir, Şeyxülislam İbn Teymiyyənin rəyi, lakin o şiddətli izdihamda, o məşəqqətin olduğu yerdə, tavaf edənin dəstəmazı pozulduqda ona demək ki, çıx dəstəmaz al, qayıt, bu onu çətinə salmaqdır. Bu onu çətinə salmaqdır. Halbuki dinimiz asanlaşdıran dildir, yəni çətinləşdirən din deyil. Və sonra deyir ki, Allah Taala'nın da bu sözü buna uyğundur. Yuridullahu bikumul yusr və la yuridu bikumul usr. Allah Taala sizin üçün asanlıq istəyər, sizin üçün çətinlik istəməz. Ona görə də əfsəl olan odur ki, insan əgər tavafa girəcəksə, dəstəmazlı girsin, əməl müstəhəb əməldir, baxmayaraq
böyük alimlərdən vacib görənlər də olub. Lakin kimsə girsə dəstəmazdır, sonra dəstəmazı pozulsa bir dövrəsi qalanda və ya 2 dövrəsi qalanda onun tavafı batil olur? Yox. Onun tavafı batil olmur, çünki açıq aydın ona dəlalət edən dəlilin olmamağı, həmçinin də namazdan qeyri hansı bir ibadət üçün Peyğəmbər s.ə.v-in dəstəmaz almağı əmr etməyi haqda bir hədisin varid olmadığına görə Allah daha yaxşı bilir, daha doğrusunu bilir, bizi eşidin faydalardan etsin. Qullu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innehu ğafurur rahim.